Üz dərisinin daha çox rast gəlinən problemləri içərisində yağlı və məsaməli dəri və bunun fonunda müxtəlif formada sızanaqlar qarşımıza çıxır. Təbii ki, müasir texnologiyalarında müxtəlif lazer cihazlarının da gündəmdə olduğu bir dönəmdə bizim ən çox tətbiq etdiyimiz lazer cihazlarından biri Endoyak 1064 nanometr dalğa uzunluğuna malik olan bir cihazdır. Həm məsamə sıxlaşdırmada, həm dərinin sutkalıq yağ ifrazının, yağ sintezinin məhdudlaşdırılmasında, həm aktiv sızanaqların müalicəsində, bununla yanaşı özündən sonra ləkə buraxan durumlarda, eləcə də müxtəlif səviyyəli ləkələrin müalicəsində, son dönəmlərdə isə keloidlərin, o cümlədən striyaların və bəzi hallarda isə estetik məqsədlə dəri canlılaşdırmaq məqsədindən geniş tətbiq oluna bilər. Təbii ki, çox ağrısız bir prosedurdur, xəstə tərəfindən normalda qəbul ediləndir. Prosedurdan sonra bərpa müddəti demək olar ki, çox qısadır və xəstələri günlük həyat tərzindən ayıracaq bir məqam yoxdur. Bu cür müalicələrdə xəstə həm komfort hiss etdiyinə görə, həm də medikamentoz dərman müalicəsi zamanı əldə olunacaq nəticələr də bir qədər sürətləndirdiyinə görə bu prosedurların əhəmiyyəti, faydası əvəz edilməzdir.